şəkərlə suyun qarışığı. Tutaq ki, 200 qram su ilə 50 qram duzu qarışdırdın. Sənin ümumi məhlulun nə qədər olur? 250. Məhlulun olur, belə yazsan 250. Bir nəfər cavab versin ki, səslər qarışmasın. Bu 250-nin 50-si duzdur, 200-ü sudur. Məhlulun faizini soruşanda yəni 50-250-nin neçə faizidir bunu soruşur. Aydındır? Bəli. 20%. Məsələn, sənə deyir ki, 200 qram 40 faizli duz məhlulu. Bu o deməkdir ki, məhlulun 200 qramdır, düzdür? 40 faizli duz. Yəni, deməli, bunun 40 faizi duz olacaq, düzdür? 200-ün 40 faizi. Olacaq nə? 80. Deməli, burada nə qədər duz var? 80 qram. 120 qramda su var. Gör, aydındır? Bəli. İndi məsələn, baxın, uşaqlar. Mən Deyir ki- ekranı skrin eləyim, sonra qrupa ataram. Yo, dərsi çəkirik saniyə, bir saniyə. Bəli. Buradan sual düşmə ehtimalı çoxdur, ona görə bu məhlul məsələsini bilək. Məsələn, baxıram ilk 7-ci suala. Deyir ki, 100 qram 25 faizli spirt məhluluna. Bax, bu 100 qramdır. 25 faizdirsə, yəni bunun 25 faizi olur, elə 25 qram nə var burada? Spirt var. 75 də su var, düzdür? Bəli. Buna 200 qram başqa bir məhlul, 200 qram neçə faizli? 40 faizli. Olur, yəni 80 spirt, eləmi? 120-də su. Qulaq as, bir nəfər danışsın. Qarışdırılanda uşaqlar, ümumi məhlulum nə qədər olur? 300. 3. Bunun spirti nə qədərdir? 105. 105. Bir nəfər danışsın da, bir nəfər danışsın. 105 spirtdir. Demək 195 də su. İndi səndən nəyi soruşur? Alınmış məhlul neçə faizlidir? Məhlulun dedi ki, faizini tapmaq üçün məhlulda olan spirt yaxud şəkər, ümumi məhlulun neçə faizdir? Onu soruşmaq istəyir də bizdən, düz deyil? Bəli. Yenirəm. 105 bölürəm 300-ə. Yəni bu spirt bunun neçə faizidir? 105 300-ün neçə faizidir? Vururam 100-ə. Bundan bunu ixtisar edelim. 3 qaldı. Cavab olacaq 35 faiz. Gör, aydındır. Bəli. Bəli, müəllim. İndi məsələn 8-i yazaq görək. 8-i yazın. Mənim 58. Bax, Mənim 54 deyil, 54 kərdim. 60 qram 30 faizdirsə, deməli bunun 30 olacaq 18. 18. 42-dən 42-dən. Ay, su, şəkərdir, eləmi? Başqa bir 90 qram məhluldur. Neçə faizdir? 70. 63 qramdır da şəkər. Mən 54. 27-si də sudur. Uşaqlar, indi bunu qarışdıranda ümumi məhlulum oldu neçə? 150. 150-nin nə qədər şəkər? 81. 81. Olacaq 81 şəkərdir, düzdür?
Bu məhlulun faizliyi nə deməkdir? Yəni bu şəkər məhlulun neçə faizdir? Yeni məhlulun budur, düzdürmü? Bəli, 81 bölünsün 150 vurulsun 154. 54. 54% mi eləyir? Bəli. Bəli. Görün aydındır. Bəli. 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 İndi keçirəm məsələn 4-cü məsələyə, bu da getdi. Bu da getdi. 4-cü məsələdə 40% 500 qram spirt məhlul. Bax bu 500 qram 40% olacaq. 200 qram burada nə var? Spirt. 300 qram da su var. Sözü də su. Spirt məhluluna neçə qram təmiz spirt qatmaq? Uşaqlar, bilmirəm, neçə qramsa əlavə elədim. Spirtim 200-dür. X qram əlavə elədim, oldu X. Üstə gəl X. Bəs məhlulumda axı artır. Nə qədər artır? Plus X. X qədər artır. Amma su dəyişmir, düzdür? Bəli. 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 Neçə faizlidir deyir? 80%-dir. 80% nə deməkdir? Buradakı spirt ümumi məhlulun 80%-dir. Yəni %80-idirmi? Bəli. Deməli Bəli. 200 plus X 500 plus X-in 80%-sə, yəni %80-i. O ixtisar eləsəm 5-də 4 hissəsidir. Düzdür yoxsa yox? Bəli. Aha. Spirt əlavə elədin. Bax, elə bil ki bir qarışığın var. Qarışığın içinə spirt də var, su da. Spirt əlavə eləyəndə nəyin kütləsi artır? Spirtin də kütləsi artır. Ümumi məhlulun da kütləsi artır. Spirt nə qədər artırsa məhlulun da o qədər artır. Düzdür? Bəli. Bəli. Sarpaz vururam bunu. Nə olacaq? 2000 Bax 2000 üstə gələk 4000 4x bərabərdir. x bərabərdir nə? 1000. Eləmi? Bəli. 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 B variantı. Görün aydındır. Bəli. Üçü yazın görək. Müəllim, mən başa düşmədim. Nəyi, bunu mu? Bəli. Sənə üçü yazsın uşaqlar desin. Məzir. Bəli. Bundan sonra muxtasar vurma düsturuna baxa bilərik. Muxtasar vurma düsturu. Bəli. Sınaqlarımız qalıb istəyirəm. Məsələləri tam yekunlaşdıraq. Ona vaxt ayırarıq. Yaxşı. Şifahi bir neçə şey deyərəm muxtasar vurma düsturuna. Müəllim, 25 qram. Bax 90% 50 qram spirt məhlulu var. Bax. 90%li 50 qram spirt var. Məhlulun nə qədərdir? 50 qram. Bunun 90%-i spirtdir. Yəni 45 spirt eləmi? Bəli. Onda 5 qram da sudur, bu heç. Neçə qram su qatmaq lazımdır? Su üstünə gələcəm də, düzdürmü? Spirtə dəymirsən ki. Xeyr, bir də ümumi məhlulun üzərinə gəlirik. 50 50 üstə X qrama əlavə eləmisənsə, məhlulun da olacaq 50 üstə gəl X. Bəli. 60%li məhlul o deməkdir ki, bax bu məhlul, yeni məhlul 60%dir, o deməkdir ki, onun tərkibində olan bu spirt ümumi məhlulun 60%-idir. Yəni %60-ı. 5-ə ixtisar eləsəm, 20-yə ixtisar eləsəm 5-də 3-dür. Gör aydındır yoxsa? Aydındır. 150 üstə gəl 3x bərabərdir 225. 3x bərabərdir 75, x bərabər 25 qram. Müəllim, Müəllim, orada 45-in üstünə x gəlməli deyildi. Yox, Deməli, axı su- sorduğu kimi qalır. Bəs su yox, Üstünə sənə deyir nədir? Su qatırsan da, su əlavə edirsənsə spirt artmır ki. Su Bəli. əlavə edirsənsə su artır da, spirt artmır ki. Hə? Bəli, müəllim. Bəli. aydın. Bax elə bil ki, bir qutu var.
Bu qutuda qələm var. Bir də dəftər. Bura 2 dənə, belə deyək, 3 qələm var, 2 dənə dəftər var. Ümumi nə qədər əşya var burada? 5 dənə. 5 dəfə. Bura 2 dənə qələm əlavə eləyəndə nə artır? Qələm. Qələm sayı. 5 qələm, dəftər dəyişmir ki, 2 dəftər, amma görsən 2 dənə əlavə eləmişsən deyə ümumi əşya neçə dənə oldu? 7. 7 dənə. Ona görə bu x suya əlavə eləmişdin deyə su artdı, suyun çəkisi artdı. Və artırdığın qədər də məhlulun ümumi çəkisi də artdı. Aydındır o qədər. Bəs 45 Necə? 45 niyə bölünür? Məhlulun faizi o deməkdir ki, məhlulun faizi o deməkdir ki, məhlulda olan şəkər ümumi məhlulun neçə faizidir? O məhlulun faizliyi o deməkdir. Ki, şəkərin miqdarı ümumi məhlulun neçə faizidir? Bəli. 45 50 plus x-in deyir neçə faizdir məhlul? 60 faizdirsə 45-i 50 plus x-ə vurub, bölüb 100-ə vuranda 60 olmalıdır. Yəni oradan anılır ki 45 bölünsün 50 plus x bərabərdir %60. 60 faizidirsə %60 hissəsi deməkdir də bu. Bəli. Sonra ikinci məsələyə baxaq. Müəllim, dərsdən sonra bu PDF-i mənə ata bilərsiniz, mən işləyim. PDF. 125. Bəli. 125. Müəllim 125. İndi gəlin baxaq. Uşaqlar, deməli 10 faizli xlor tuzu almaq üçün 50 qram 35 faizli xlor tuzuna. Bax 50 qramdır məhlulun. 35 faizi nə qədər eləyir bunun? 17,5. 17 tam, onda 5 qram nə var? Xlor. Xlor. Düzdür? Bəs onda su nə qədər olur? 40 tamam da 32 tam olur. 5. İndi deyir ki, nə qədər su qatmaq lazımdır? Su qatdın, bilmirəm, x qədər. 32 onda 5, üstəgəl x. Xlor dəyişməyib ki. Xeyr. Amma ümumən də Məhlulda üstüne 50 plus x mi olur? Bəli. Neçə Bəli. faizli yaranacaq? 10 faizli. Yəni, deməli 17 tam onda 5-i 50 plus x-ə bölsən, bu təzə məhlulun 10 faizlidir də, düzdür? Bu məhlulu almaq üçün. 10 faizlidirsə bərabərdir nəyə? %10-a. Yəni onda 1-ə. Düzdür? Bəli. Samsabız burada. 50 plus x bərabər 175. X olacaq 125. Görün aydındır. Bəli. 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 Tam ədədlərlə işləmək istəyirəm. Bu hələ biraz asadlardan. Aha, 13'ü tapın görək, 13. Mən tapdım. 40. Baxın uşaqlar. 20 kilogram tuzdur, 30 su. 30. Məhlul Qarışdırdım, məhlulun nə qədərdir? 50. Məhlulun neçə faizi tuzdur? Yəni bu 20-ni bölürsən nəyə? 20-ni mən 20 50-nin neçə faizidir? Onu soruşmur. Bəli. 40. Eləyir. 40. Aydındır. Bəli. Bəli. 14.
80. Bəli, müəllim 80. Baxaq. Tərkibində 40% şəkər olan şəkər su qarışığının 200 qramdır. Yəni məhlulun şəkərlə suyun qarışıq məhlul 200 qram deyil. 40% şəkər isə bu 200-ün 40%-dir də şəkər olan. 80. Bəli. 80 qram qalır. 15. Kırk altı. On faizi şəkər olan 30 kiloqramlıq məhlula. Baxın uşaqlar, 30 kiloqramlıq məhlulun var. Bunun 10%, yəni 3 kiloqram nədir? Şəkər. 30-un 10%-i şəkərdir. 27-si də sudur, düzdür? 20 qram şəkər əlavə olanda şəkər olur 23. Bəli. Məhlul da 50 olur da. Bu da artır axı. Bu 20 artırsa, bu da 20 artır. 100-ə vururuq onu da. İndi deyir ki, neçə faizi şəkərdir? Bu şəkərdir. 23 50-nin neçə faizdir? Onu soruşur da. Hı hı. 46 faiz. Aydındır. Bəli. Bəli, müəllim. 16. Tərkibində 40% şəkər olan 500 litrlik məhluldan, bax 500 litrdir. Bunun 40%-i şəkərdir. 200 eləyir də o, eləmi? Bəli, o 300-də sudur. 300-də sudur. Neçə litr su buxarlansa, buxarlananda nə olur? Çıxılır. Azalır. Bəli. Şəkər dəyişmir ki. Və x Xeyr. qədər çıxmışsansa məhlulun nə qədər olur? Bu da X qədər. azalır da x qədər. 500 çıx x. 50% dedirsə nə olacaq? 200-ü böləsən 500 çıx x-ə 50%, yəni %50. İxtisar isə 2-də 1 mi olur? Bəli. 500 çıx x bərabərdir 400-ə, x olacaq 100. Gör aydındır, yoxsa? Aydınlıdır. Nə aydın deyil tam. Tərkibində 40% şəkər var. Bu 500 litrlik məhluldur. Bunun 40%-i şəkərdir. 500-ün 40%-i olur 200. 200 şəkərdirsə 300-ü də sudur. Ümumi 500-dür. İndi deyir, neçə litr buxarlansa. Su buxarlananda nə olur? Azalmır. Bəli. Bilmirəm neçə litr. X qədər azaltdım. Məhlulum nə qədər azalar? X qədər. Bu da x Bunu nə qədər. qədər azaltmışsansa məhlul da x qədər azalır da. Bax elə Bəli. kitabda yenə 4 dənə dəftər var, 3 dənə kitab. 3 dənə kitab. Kitabın birini azaldanda kitab sayı nə qədər oldu ki? Ümumi əvvəl 7 idi. Birini azaltmışsan, görürsən bu da 6. Ümumi əşya sayı da 6-dan birdən azaldı, eləmi? Yəni o nəyisə nə qədər artırsan, artıranda məhlul da artır, azaldanda məhlul da azalır. İndi yeni məhlulun budur, düzdür? Bəli. Yeni məhlul 50%'dir. O deməkdir ki, yəni burada olan şəkər ümumi məhlulun 50%'dir. 200 500 çıx x-in 50%'dirsə, yəni 2-də 1, 200-ü bölən 500 çıx x-ə 50%'i %50-yə bərabərdir. İxtisar eləm 2-də 1. Yəni bir ədəd digər ədədin 30%'dirsə, A böl B, A B-nin 30%'sə A böl B bərabərdir %30'a. Yəni onda 3'ə bu o deməkdir. Yaxud A böl B vur 100 bərabər olmalıdır nəyə? 30'a. Buradan yaranır da A böl B bərabərdir 30 böl 100, %30. Elə bir ədəd digərin 30%'dirsə, A B-nin 30%'sə A böl B bərabərdir %30. İxtisar eləyib onda 3 yazır. Anladım. Aydındır. Evet. On yeddi.
50%. 50. Lan Bəli, hadi. müəllim, 50%. Baxaq. Tərkibində 50% duz olan 80 qramlıq məhlul. 80 qram məhluldur. Bunun 50% duzdursa, yəni burada 40 qramdır duz, eləmi? Onda 40 qram da su var. 10 qram duz və 10 qram su əlavə eləsən, olacaq bu 50, bu da 50. 20 əlavə eləmirsən də onda 100 mü olur? Bəli. Məhlul neçə faizli duzdur? 50-ni bölürsən 100-ə, vurmalısan 100-ə. Yəni O da 50 20. 100-ün neçə faiz onu soruşur. O da olacaq 50%. Aydındır? Bəli. Bəli. 18. Yəni Emilə dərsə qoşulsun. Müəllim, 44. Buradadır. Salam 30% duz olan 40 kiloqramlıq məhlulun var, salam. 30% duzdursa, yəni burada olan duz 12-dir. Düzdür? 40-ın 30%. 28 də sudur. 10 kiloqram duz əlavə olunsa, məhlul da 10 kilo artdı oldu 50, duz oldu mu 22. 22. 22 50 neçə faizdir? 22-ni böldüm 50-yə. 44. Olacaq 44 faiz. Aydındır? Bəli. Bəli. Bəli, müəllim. Bax, məsələn, imtahana düşər 19. Müəllim, oradan 23 böldünüz. Hə? Duz məhlulun faizini necə tapırdıq? Mən bəs suyu soruşmuram. Hə? Duzu soruşuram. Hə, ay üzr istəyirəm, düz deyil, bizə saniyə. Duz neçə faiz oldu? 44. Səndən nə soruşur? Suyu soruşur. Su olacaq. Onda suyu bölərdin də, eləmi? Bəli. Yaxud 44 faizi duzsa 56 faizi olacaq su. Sağ ol, Məryəm. 19. 19'da 12 faiz. Baxaq görək. Tərkibində 15% şəkər tozu olan meyvə şirəsinin 5-də meyvə şirəsinin kütləsi yoxdur, amma bir 100 qram yazsam nə olar? Heç nəyə yazaqsan. 100 amma 100 nə yazım, sonra ətraflı sual düşsə necə yazasan onda deyim. Tutaq ki 100 qram məhluluymuş. Bunun 15% şəkər tozudursa elə 15-dir. 85-də sudur, düzdür? 5-də 1-i götürüldü. 5-də 1-i götürüləndə nə qədər qaldı? 20 qram 80. qalır. Yox, 5-də 1-i 20-də də götürdü, nə qaldı? 20 qram götürülür yəni. 80 qram. İndi deyin görək buradakı bu şəkəri nətər taparam. Müəllim, 15-i 80-ə bölür, 100-ə vururuq. Yox. Bax, bu məhlulum neçə faizli idi? Müəllim, 15-dən 5-də 1-in 15 4-ə O da vurar. 15 faizini. 80-15 faizini tapırıq da. Ay, ay bala, məhluldur. Bax, elə bir şirin çaydır. Şirin çayın yarısını tökəndə dadı dəyişir onun. Xeyr. Deməli, yenə 15%-dir də bu. 80-in 15%-i nə qədər eləyir? 12. Deməli, 12 qram nə var? Şəkər, 68 su. Deyir, götürülüb yerinə eyni miqdarda su əlavə olunur. Nə qədər su əlavə olunur onda? Nə qədər götürürsən? 20. 20 su əlavə olunsa bu olacaq da, eləmi? 100. Neçə faizdə olacaq? 12%. Bax, imtahana belə sual düşür. 9-un ətraflı sualına.
X-lə də yazmaq olur. Hə, indi x-nə yazın. Baxın, məhlulun olsun x. 15%-dirsə, deməli buradakı olan 0,15 x-dir. Nə? Şəkər. 0,85 x-də nədir? Su. 5də 1'lik götürüldü. X-in 5də 1'i olur 0,2x. Götürdü, nə qaldı? 0,8x, eləmi? 0,8x-in hələ sən tap görək nə qədər şəkəri var, nə qədər suyu. Bunun şəkəri nə olur? Yenə 15%-də olmur. Hə? Bəli. Bəli, müəllim. 0,8'in 15%-i neçə olacaq? 0,12 mi? Bəli, Bəli. müəllim. Bəli. 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 Deməli 0,68 də bu da sudur. İndi 5də 1'in götürəndən sonraki vəziyyət budur. İndi sonra yerinə eyni miqdarda su əlavə olunur. Nə qədər çıxmışdın? 0,2x. Əlavə eləyəsən yenə 0,2x. Amma nəyə? Suyun üstünə. Bu dəyişmir. Bu olacaq yenə x. Düzdür? Bəli. Bəli. Neçə faiz dedi? Neynəməlisən? 0,12x'i bölməlisən, x-ə vurmalısan 100-ə. O da olacaq 12%. Bax, məsələ belə düşür 9-a. Gör aydındır yoxsa? Burada nə aydın deyil? Məndən soruşun, sonra gedib orada səhv yazmayın. Müəllimlər deyir. 0,8'i hardan aldıq? Nəyi? 0,8'i. Və demir, bunun 5də 1'i götürdün. X idi. Bunun 5də 1'i olur 5də 1x, yəni 10'da 2x. X qram idi də məhlulun. 5də 10'da 2'sini götürəndə nə qaldı? Onda 8. 1x-dən 0,10'da 2x çıxanda 0,10'da 8x qalmır. Bəli. Bəli. Aydın Müəllim. deyil Banu. Bəli. Müəllim. Müəllim. Nərmin orada çat yerinə yazmışdı ki, birinci sulla təkrardan başa salsın. Bax, məhlulun çəkisi yoxdursa ona yazıram 100 qram. 100 qram məhluldur. 15%li şəkər tozu olan meyvə şirəsi. Tərkibində 15% şəkər var. 100'ün 15% olur 15. 15 nədir? Şəkər. 85 nədir? Su. Deyir, bu şirənin 5də 1'i götürüldü. Bu 100 qramlıq bir şirədir. Meyvə şirəsi. Bunun 5də 1'i olur 20. 20'sini götürəndə nə qədər qalır? 80 qram. İndi bunun tərkibində olan şəkəri tapmaq istəyirsən. Bax, meyvə şirəsidir. Yarısını tökdün yerə, dadı dəyişir onun. Ya 2 qaşıq tökdün yerə, dəyişdi dadı. Tərkibi yenə 15%-dir də, düz deyil? Bəli. Yəni yenə 12 qram, o 80-ın 15%, 12 qram nə var yenə? Şəkər, 68 qram su var. Düzdür? Düzdürmü? Bəli. 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 İndi deyir, eyni 5də 1'i qədər götürülüb, yerinə eyni miqdarda su əlavə olunur. Nə qədər götürmüsən? 20 qram götürmüsən, düzdür? İndi 20 qram nə əlavə eləyəsən? Su. Məhlulun olacaq yenidən 100. Şəkər Bəli. artmır ki, su əlavə eləmisənsə. Neçə faiz dedi? 12. 12. 12'ni bölürsən 100'ə, vurursan 100'ə, 100'lər ixtisar gedir. 12. 12 faiz, 100 faizə. Aydındır. Bəli. Aydındır, müəllim. Bəli. Aha, indi 20'ni yazan imtihanda 25-0 yazar. Ben biraz yaxınlaşdırırdınız. Yaxınlaşdırsam məsələnin sonu şey olacaq.
Müəllim 3. Niyə 3? İzah eləyim. Hı. Deməli, birinci məhlulda A kiloqram götürülüb, duz faizi 50%dir. Mən onda A vurulsun, 50 bölünsün 100, ya onu 0,5 A qədər eləyirəm. Sonra ikinci məhlulda B kiloqram qədər götürülüb, duz faizi 70-dir. Onda B vurulsun, 70 bölünsün 100 olur, 0,7 də bu olur. A ilə B-nin də cəmlərində 0,5, bir də 0,7 kiloqramda qalır. Mən də burada 0,5 A üstə gəlsin 0,7 B, bir də təzədən bunu bölürəm cəmlərlə. Vururam 100-ə 55% eləyir. Sonra bunlar Yəni çarpı bərabərdir 155-ə, eləmi? Bəli. Sən. Baxın uşaqlar. Tərkibində 50% duz olan məhluldan A kiloqram götürmüsənsə, bu A kiloqramın neçə faizi duzdur? 50%. 200 kiloqram qarışığın var. Ondan 50 kiloqram götürdüm. Bu 50 kiloqramda da tərkib eyni tərkib deyil. Bəli. 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 Bax elə bir qazan şirin çaydan bir stəkan götürdün. O qazandakının dadı ilə stəkandakının dadı eynidir. Yoxsa fərqlidir? Eynidir. Deməli bu götürdüyün A kiloqramın da 50% duzdur. Düz deyil? Yəni 0,5 A-sı nədir? Duz. 0,5 A-sı sudur. Bu heç. 70% duz olan başqa bir məhluldan 5 kiloqram götürdü. Bu 5 kiloqramın neçə faizi duzdur? 0,7. 7'si. 7%. Yəni 0,7 qram nədir? Duz, Duz. kiloqram. 0,3 də su. Düzdür? Bəli. Götürülək qarışdırılanda ümumi məhlulum nə qədər olur? A üstə gəl B. Buradakı duz nə qədər olacaq? 1,2 A 0,8. üstə gəl, yox 1,2 A yox. 0,5 A üstə gəl. 0,7 nə? B. B. Düzdür? Bəli. Da burası su lazım deyil də sənə. Neçə faizdir deyir? 55%dir. Deməli bu ədədi 0,5 A üstə gəl 7 B-ni 0,7 B-ni. Bölsən nəyə? A üstə gəl B-yə deyir 55%dir. Bərabərdir 155-ə. Bəli. Bax gör burada nə aydın deyir. Bir dənə hələ məsələyə bax. Aydındır. Aydındır. Çarpaz vursam. Çarpaz vuranda nə baş verəcək? 50. 70B bərabərdir 55A plus 55B'yə. O tərəfə də keçirdəndə -5A bərabərdir -15B'yə. A da Hər bərabərdir. tərəfi -5-ə bölsək 1A bərabər 3B eləmi? Bəli. Yəni O da A-ya onun- düşür 3K, 3 qatı olur. B 1K. Səndən nə soruşur? A B-nin neçə qatıdır? A B-nin neçə qatıdır deyəndə A-nı B-yə böləndə 3K-nı 1K-ya böləndə 3. 3. yəni B-ni neçəyə vursan 3K ilə. Aydındır yoxsa? Aydındır. 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 Bax imtahana belə sual düşür. Başa düşdükmü? Bəli. Bəli. Kimsə başa düşmürsə desin. Bəli. Gəldik. 12. Uşaqlar buxarlananda yadınızda saxlayın ki su gedir. Bəli. Su gedir. Aha.